Herkese salamlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Video keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənirsə like da bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, şəxsi analizlər, alış-satış siqnalları, həmçinin səhmlər haqqında vacib xəbərlər və s. Yəni burada investisiya cəmiyyəti qurmuşuq. İnvestisiyanı bir yerdə öyrənirik, araşdırırıq və pul qazanmağa çalışırıq. Həmçinin müzakirə qrupunda da bunları müzakirə edirik. Nələr lazımdır, onu investisiya haqqında müzakirə edirik. Hər birinizi gözləyirəm. Link işarələrdə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərə maraqlı mövzudan danışacağam. Deməli, investisiya bazarını Azərbaycanda hardasa, yəni yatırım edənlər o qədər də çox deyil bildiyim qədərilə. Yəni hardasa çox 10%-lərdən məncə aşağı hədlərdə olmalıdır investisiya edənlər. Və bu investisiya edənlərdən də qazanmayanların sayı da əhəmiyyətli dərəcədə var. Yəni yarı insan qazanırsa, yarı kütlə, yarısı qazanmır. Bu gün qazanmayanlardan danışacağıq və bu niyə qazanmır, niyə deməli investisiya bazarına səhmlərimisən deyirlər, məsələn bu səhmi aldım, düşdü və yaxud sabit getdi, satdım, qalxdı. Niyə bu kimi söhbətlər olur? Əslində bu qlobalda da məşhurdur. Yəni Türkiyədə də, ABŞ-da da, Avropada da, yəni bir çox səhmdarların, bir çox investor və treyderlərin belə bir problemləri var. Bu problemlər niyə baş verir və bu səhvi biz harda edirik? Bu gün bundan danışacağım dostlar. İlk öncə deyim, biz Azərbaycandan ABŞ şirkət səhmlərinə yatırım edə bilirik, çünki buna icazə verilir bizə və bank tətbiqlərində bunu yatırım edə bilirik. Bir Bank Invest, Yellow Bank, ABB investisiya bölməsi və bu kimi tətbiqlərdə deməli biz investisiyalarımızı edə bilirik dostlar. Gəlin danışaq. Mən öz təcrübələrimə əsasən yenidən danışacağam dostlar. Təcrübələrdən bolam. 2 ildən daha çox səhm bazarındayam və təbii olaraq təcrübədən bolam. Niyə biz pul qazana bilmirik dostlar? Yəni bugün pul qazana bilməyənlərdən danışacağım. Belə, gəlin Robinhood'dan misal gətir. Bir neçə şirkət var, onlardan da misal gətirəcəm. Deməli dostlar, mövzunun ən təməli buradadır ki, birincisi düzgün giriş yerlərindən daxil ola bilmirik. Yəni mövzunun ən təməli budur. Əgər biz səhmi investisiya ediriksə, biz bunun düzgün giriş yerindən daxil olmalıyıq ki, biz satış edəndə və yaxud səhm dəyərlənəndə bizim gəlirimiz yaransın. Yəni tutaq ki, mən Robinhood-u qalxdı 150 dollarlara kimi. Mən dedim, yox, bu 150-dən də artıq qalxacaq, lakin nə maliyyə hesabatına baxdım, nə araşdırma etdim, fundamental analiz. Eləcə qiyməti gördüm, dedim 150-dirsə 300 olar, 300-dirsə 500 olar. Bu səhvdir dostlar. Biz əvvəlki səviyyələrə baxmalıyıq. Mən Robinhood-u 70 dollar səviyyəsindən almışam. Niyə almışam 70 dollar səviyyəsindən? Robinhood son maliyyə hesabatında gözləntiləri qarşılamadı hardasa. Lakin hər gözləntini qarşılamayan şirkət o demək deyil ki, pis şirkət. Yəni Robinhood birjası 2000-ci illərdə IPO edib və Robinhood ilk dəfə səhm ticarətini platforma halında təqdim edən birjadır. Yəni ABŞ-da əvvəllər insanlar deməli müxtəlif aracılar vasitəsilə, yəni brokerlər vasitəsilə, məsələn New York birjasına zəng vururdular və müxtəlif brokerlərlə komissiya verərək səhmlər alırdılar və bu proses uzun çəkirdi. Lakin Robinhood birjası, yəni bu sadəcə bir tətbiq üzərindən səhm almağı asanlaşdırılmış birjalardan ilkidir demək olar. Yəni Robinhood'un tarixi var həqiqətən də, bunu araşdırsaz maraqlı olar. Təkcə bu yox təbii ki. Təkcə məsələn təxminlərinə baxıram, görürəm ki, yüksəkdir. İndi burada baxmayacağam, sizə ümumi danışıram. Artma davam edəcək, deməli istifadəçilərin sayı artır və s. və ilə axır. Belə görürəm ki, fundamental vəziyyəti yaxşıdır, lakin sadəcə bir qorxu, yəni investorların qorxusu həmişə düzgün olmur, yəni. İnvestor qorxusu nəticəsində 70 dollara düşüb və fürsətdir. Nə fürsətdir? Alış fürsətidir. Niyə? Çünki əvvəlki səviyyələr gözləyir, əvvəlki səviyyələr baxır aşağı səviyyələrə, cəlb edir. Yəni investorlar 150 dollarlara qədər qaldırıblarsa bu səhmi, yenə də bunu edə bilərlər. Təbii o demək deyil ki, hər məsələn kiçik 1 dollardan aşağı qalxan, düşən səhmi alaq, pul qazanır. Belə söhbət də yoxdur. Fundamental analizə diqqət eləməlisiniz. Və görürük ki, bunun maliyyə nəticələri artma doğru gedəcək və bu şirkətə yatırım edirik. Belə. Yəni düzgün yerdən giriş edirik. Təpədən giriş etmək düzgün deyil. Hype-la giriş etmək düzgün deyil. Hype-ın əvvəlində giriş etmək düzgündür, sonunda giriş etmək düzgün deyil. Həmçinin satışları da etmək lazım. Məsələn, 40 dollardan almışıqsa, bir zəhmət 150 dollardan bir hissəsini heç olmasa sataq. Yəni uzun müddət saxlayırıqsa məsəl üçün.
Bu birinci faktor dostlar. İkinci faktorumuz da var. İkinci faktor budur ki, səbirsiz olmağımız. Bunu iki nümunə üzərində çəkəcəm. Bir AV texnoloji üzərində, bir də Marvel texnoloji üzərində çəkəcəm. Əgər siz şirkətə güvənirsinizsə, yəni həqiqətən də fundamental nəticələrinə baxmışıq, görürük ki, bunda nəsə var, bunda işıq görürəm, bunda maliyyə hesabatları görürəm, bunda böyük gəlirlər və böyük razılaşmalar görürəmsə, bu zaman güvənməlisiniz dostlar. Yəni başqa bir yolu yoxdur. Əgər mən görsəm ki, səhmim 5 sent düşüb, 1 dollar düşüb, 10 dollar düşüb, mən o saat satmalıyam. Mən güvənirəm, amma satıram. Nə var ki, cüzdanımdan 30 dollar, 40 dollar. Yəni mənim portföyümdə elə olur ki, 200, 300, 400 dollar ziyan olub. Yəni əvvəlki vaxtlarda olub, indi elə də olmur, çünki indi toparlamışam çox şey. Yəni 500 dollar da ziyan olub, 1000 dollarla yaxında ziyan olub. Yəni bunları toplamaq lazımdır. Əgər ki, siz fundamental olaraq şirkətə güvənirsinizsə, bu güvəni səbirlə nəticələndirmək lazımdır. Gəlin Ayvadan qəşəng bir misal çəkim. Deməli dostlar, Ayvanın əvvəlki qrafikində şirkət 2 dollarlardan 36 dollarlara qədər qalxmışdı. Mən bu şirkəti 11 dollardan, 9 dollardan və 10 dollardan 3-4 dəfə alıb satmışam. Və mən bir şeyi də etiraf edeyim. Mən 20 dollarlardan yuxarını gözləməmişəm. Yəni maksimum 20 dollardan satmışam bu şirkəti. Bu da təbii hardasa mənim bəlkə də tam səbrimi deməli bu işdə cilovlaya bilmədiyimi hələ də göstərir. Ola bilər. Yəni insanlıq psixoloji faktorlarımız var, hisslərimiz var. Bu normal haldır. Söhbət bundan gedir ki, məsələn dostlar, bu şirkət dediyim kimi bir çox hallarda 9-dan 15-ə qalxıb, 17-yə qalxıb, 20-yə qalxıb və yenidən düşüb, 22-yə də qalxıb hətta. Və biz indi də görürük bu şirkətin dəyəri 28 dollardır. Biz nəyə qaçırdıq? Böyük mükafata qaçırdıq. Biz böyük uduşu qaçırdıq. Niyə qaçırdıq? Çünki səbirsiz olduq, güvənmədik. Həqiqətən də biz fundamental olaraq bu şirkətə güvəniriksə dostlar, biz səbrimizi yenməliyik, səbrimizə qalib gəlməliyik. Daha doğrusu səbirsizliyimizə qalib gəlməliyik. Və nəticədə böyük mükafatı almalıyıq. Dediklərim sadəcə nümunə əsaslıdır, heç bir yatırım tövsiyəsi deyil. Belə, yəni səbrimizi gözləməliyik. Məsələn, bir şirkət daha sizlərə çəkim. Yox, bir dəqiqə bu olmadı. Gorilla Technology şirkət səhmi. Belə, nə görürük şirkət səhmində? Güncəl ildə 43% gəlir qazanır. Əslində dostlar, mən sizə deyim, bu şirkət həqiqətən çox ölü şirkət idi. İndi də hardasa ölü şirkətdir. Çünki əvvəlki nəticələri 20, əslində şirkətin real dəyəri 20 dollardan yüksək olmalı. Çünki həqiqətən çox gözəl işlər görür. Yəni bu şirkət dostlar 9 dollarlara qədər düşdü. Gəlir artırdıqca düşdü, gəlir artırdıqca düşdü. İnvestor inamı itirdi. Lakin nə görürdüm burada? Həqiqətən də gəlirlərini artırır bu şirkət. Həqiqətən yeni əməkdaşlıqlar, yəni inkişaf edən bir şirkətdir. Lakin gəlirləri aşağı düşürdü. Kim ki, məsələn, dediyim kimi səbir söhbəti 9 dollarda satıbsa, bu gün 2x qazansan oldu dostlar. Yəni həqiqətən də bazar verdiyini, aldığını verə bilir, həmçinin verdiyini də ala bilir. Çalışaq ki, düşən zaman həqiqətən də fundamental olaraq güvəndiyimiz şirkətlərə həqiqətən yatırım edək. Yəni güvəndiyimiz şirkətlərə və bu səbiri biraz saxlayaq. Yəni ki, biz bir il yox, bir il gözləyəcəyik, lakin bir ilin nəticəsində yatırımlarımız əhəmiyyətli gəlir verəcəksə, niyə də gözləməyək? Yəni, nə mənası var qısa müddətli gəlir və zərərlərlə? Düzdür, məsələn, mən VIP qrupumuz var bizim Telegramda. VIP qrupda deməli bir ay ərzində, hətta sizə deyim 2-3 həftə ərzində 70%-ə yaxın qazanc qazandım. Bir neçə səhmdici trade edərək, qısa müddətli tradelər etdim. Və 70% yaxın həm mən, həm də VIP qrupun izləyiciləri qazanc qazandılar. Lakin dostlar, 70% qazanca qazanacam deyə 200%, 300, 400, 900%lik qazanclardan olmağımın mənası varmı? Bunu da düşünmək lazımdır. Belə dostlar, dediyim kimi bu kimi faktorlara önəm yetirirsiniz. Videonun bağlanışı biraz sürətli oldu. Yəni belə iki faktor var. Yəni səbirli olacağıq, düzgün yerdən alış edib, düzgün yerdən satış edəcəyik. Bu qədər. Burada bəsit, daha doğrusu çətin bir şey yoxdur. Şirkətlər hər zaman bizə pul qazandıra bilər. Məsələn, Nvidia-nın, Marvel-ın və s. Micronun daimi gəlir artırması onun bazar dəyərinin və səhm dəyərinin yüksəlməsi üçün önəmlidir. Lakin bu düşüşdən sonra, məsələn, Nvidia şirkəti tutaq ki 6 il sonra batdı, onun yerinə tutaq ki bir alfa şirkəti gəldi. Həmən pullar dostlar heç yerə itməyəcək. Həmən kapital başqa yerə yönələcək və kapitalı yeniləyəcək və nəticədə yenə də dövriyyə
gedəcək yəni. Yəni Nvidia şirkətinin adının Nvidia olmasının heç bir mənası yoxdur və yaxud Marvelın adının Marvel olmasının heç bir mənası yoxdur. Onun mənası budur ki, biz kapitalı lazımi vaxtda lazımi yerə ötürüb lazımi yerdən çəkməliyik və bu döngünü davam etdirməliyik və oyunda qalmalıyıq dostlar. Səhin bazarının məntiqi budur. Bu günlük bu qədər dostlar. Video mənsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.